Rusiya ordusu Ukraynanın Donetsk regionu istiqamətində irəliləyir. Cənub qrupların bölmələri hücum əməliyyatları nəticəsində son sutkada Donetskin Suxaya Balka yaşayış məntəqəsini də nəzarətə götürüb. Diplomatik danışıqların davam etməsi və Trumpın iki ölkə arasında sülhlə bağlı son mesajından sonra müharibə meydanındakı bu irəliləyiş suallar yaradır əlbəttə ki. Nə baş verir? Rusiyanın yeni planı mı var? Suallarımıza cavab tapmaq üçün Rusiyaya bağlanırıq. Rusiya üzrə xüsusi müxbirimiz Zakir Musayev son məlumatları çatdıracaq. Zakir, buyurun, efirdəsiz, son məlumatları eşidək. Axşamınız xeyir. Bəli, bildiyiniz kimi bir neçə gün əvvəl Rusiya Odessa vilayətində yeni raket sisteminin sınaqdan keçirildiyi obyektlərə zərbələr endirmişdi və Rusiya prezidenti Vladimir Putin öz açıqlamasında da qeyd etmişdi ki, Kiyev hakimiyyəti Odessa şəhərində xarici kuratorlar və köməkçiləri ilə birlikdə yeni raket sisteminin sınağını təşkil etməyə hazırlaşdığı bir zamanda Rusiya silahlı qüvvələri oraya zərbələr endiriblər. Həmin məkan mülki obyekt olsa da ondan hərbi məqsədlər üçün istifadə edilirmiş. Bugün isə daha bir xəbər yayıldı ki, Rusiya ordusu aprelin 21-nə keçən gecə Ukraynanın Odessa şəhərinə şahid tipli kamikadze dronlarla kütləvi hücum təşkil edibdi və şəhər sakinləri bir neçə partlayış səsləri eşitdiklərini də bildirirlər. Şəhərdə yanğınlar da baş veribdi. Hətta hücum nəticəsində bir neçə yaşayış binasının zədələndiyi də qeyd olunur. Bununla belə Kremldən bildirirlər ki, Kiyev hələ də Rusiya ilə danışıqlara özünün qoyduğu qadağanı aradan qaldırmaq üçün heç bir addım atmır. Kremlin sözcüsü Dmitri Peskovun sözlərinə görə Ukrayna ilə mülki infrastruktura zərbələrin endirilməsinə moratoriumla bağlı danışıqlar üçün konkret plan da yoxdur. Bugün daha bir xəbər yayıldı ki, Birləşmiş Ştatlar Prezidenti Donald Trumpın xüsusi elçisi Steve Witkoff'un Moskvaya növbəti səfəri də gözlənir və əvvəlcə Kreml bu barədə açıqlama vermək istəməsə də günün sonuna yaxın məlumat gəldi ki, bu həftə həqiqətən də Witkoff'un Moskvaya səfər etməyi planlaşdırılır. Və qeyd edim ki, Witkoff 2 həftədən az əvvəl Rusiya səfər etmişdi və Sankt-Peterburqda Vladimir Putinlə də görüşmüşdü. Bu dəfə isə bu belə görüşün olub-olmayacağı hələ ki açıqlanmır. Belə, Rusiya bürosundan bugünlük və bu saata çatdırmaq istədiklərim bunlardan ibarət idi. Söz yenidən sizdədir. Zakir bizə Moskvadan son məlumatları çatdırdı. Məhz Rusiya-Ukrayna cəbhəsində baş verənlərlə bağlı.